Uşaqlar, biz bugün sizlə spirtlərə aid təcrübələr aparacağıq. Bizim burada dolmuş bir atomlu spirtlərimiz var, etil spirtimiz var, butil spirtimiz var, amil spirtimiz var. Bunlarla bağlı təcrübələr aparacağıq. Spirtlər necə maddələrdir? Yanıcı maddələrdir, bəli. Burada spirtlərin necə yandığını müşahidə edəcəyik. Spirtlər suda həll olurmu? Kim deyər? Molekul çəkisi artdıqca necə olur? Həll olma azalır. Həll olma azalır. Misal üçün, etil spirti suda əslində yaxşı həll olur, amma molekul çəkisi artıq olan spirtlər isə suda demək olar ki, həll olur. Bunu da biz müşahidə edəcəyik. Burada bizim indikatorumuz var. İndikator necə təsir edir spirtlərin məhluluna, onu da müşahidə edəcəyik. Gəlin başlayaq. Əvvəlcə spirtlərin yanma reaksiyalarına baxaq. Hər bir qaba bir spirtdən tökəcəyik və onların necə yandığını müşahidə edəcəyik. Bunu da nəzərdə çatdırın. Molekul çəkisi artdıqca spirtlərin alovu daha parlaq yanır. Misal üçün, etil spirti necə yanır? Alovu nə rəng olur? Kimlərsə müşahidə edibsə deyə bilər. Etil spirtin alovu göyümtül rəngdədir, düzdür. İndi bunu müşahidə edəcəyik. Bu bizim etil spirtimiz. Və etil spirti daha tez alışır. Molekul çəkisi artdıqca isə o birisi spirtlər gec alışır. Bu izoamil spirtimizdir. İndi hər biriniz birini yandırarsınız, müşahidə edərik. Bunu yandığını tökdük. Bu isə butil spirtimiz. İndi gəlin yandıraq. Sən etil spirtini yandır. İndi baxın necə yanacaq, tez mi yanacaq, gec mi yanacaq? Belə tut, hə, qırağa qoysa, içinə qoyma, yaxşı, içinə qoyma. Hə, görün aşağılar necə yanır, göyümtül alovla yanır və həmən dəqiqə yandı, tez alışdı, düzdürmü? Zəhmət olsa kibriti ver. İndi butil spirtimiz, yandı spirtini, qoyaq elə, şahid edəyək. İndi tut. Hə, gördünüz, ona nisbətən biraz gecə alışdı. Aha. Və növbəti spirtimizi sən yandır. Artıq parlaqlığını müşahidə edirsiniz də, bu bundan daha parlaqdır. Hə, tut. Görürsünüz, bu biraz gecə alışacaq. Aha, gözlər, biraz gözlər. Alışdı. Böyle alışdı mı? Alışdı. Görürsünüz, bu daha gecə alışdı. Biz nə dedik? Dedik, molekul çəkisi artdıqca həm parlaqlığı çox olur, həm də gecə alışır. Gəlin baxaq. Aha, alışdı. İndi alışdı. Aha, əla. İndi gəlin bunların alovuna baxaq. Alovuna baxın uşaqlar. Hansı daha parlaqdır? Görürsünüz bunun parlaqlığını. Bunun parlaqlığı bunlardan çoxdur. Və alışmasını da biz gördük ki, bu daha gec alışdı. Bu isə tez alışdı. Aha, yəni molekul çəkisi artdıqca. Ondan biraz gec alışır. Aha, gəlin buna belə baxaq. Gördüyünüz kimi, kimsənin rəsmi tutmaq istəyirsin. Görsün necə parlaqdır bunun alovu. Bu artıq az ilgəyə bitdi və ən sonda Gec alışır. hə, həm də daha parlaqdır. Biz nəzəri bildiklərimizi müşahidə etdik, gördük ki, doğrudan da elədir. Etil spirti tez alışdı, biraz parlaqlığı o birisilərdən azdır və ən çox parlaq olan, molekul çəkisi daha çox olan amil spirti oldu. Bunları biz müşahidə etdik. Əla, qoya bilərsən. Və indi biz spirtlərin suda həll olmasını müşahidə edəcəyik. Suda həll olmasını müşahidə edəcəyik. Biz burada rəngli su götürmüşük. Bu əslində rəngli sudur. Və baxaq görək hansı spirt necə həll olacaq. Burada etil spirtimiz var. Nə dedik? Dedik ki, etil spirti suda yaxşı həll olur. Görək suda yaxşı həll olurmu? Kim iştirak eləməmişdir? Biraz etil spirtini üzərinə su əlavə edəcəyik. Aha. Bu bizim
bizim spirtimiz. İndi biraz rəngli sudan əlavə elə. Aha, və qarışdır. Gəlin baxaq uşaqlar. Nə görürsən? Qarışdı. Tamamilə spirt suyla qarışdı. Görürsünüz? Eyni cinsli məhlul alındı. İndi isə o birisi spirtlər. Hə, kim döymək istəyir? Hə, dök, gözdə saxlayın. Saxla qoy. Üzərinə rəngli sudan əlavə elə. Hə, tökə bilərsən. İndi qarışdı. Gəlin baxaq uşaqlar. Nə görürsünüz? Qarışmadı bilmirəm. Nə görürsünüz? Tam qarışmadı. Spirt ifarəsi. Spirt suyun üstündə qaldı. Deməli, molekul çəkisi artdıqca doğrudan da spirtlərin suda həll olması nə oldu? Pisləşdi. Yəni etil spirtimiz tamamilə həll olmuşdu. Amma gördünüz, butil spirtimiz həll olmadı. Eyni ilə bu spirtdə onu kimi olacaq. Onun içində azdır əslində. Gəlin baxaq eydi. Saxla. Rəhli sudan əlavə elə. Aha, qarışdır. Aha, gəlin baxaq. Nə görürsünüz uşaqlar? Həll olmadı. Bəli, gördüyünüz kimi bu da həll olmadı. Spirt suyun üstündə qaldı. Çünki bunların molekul çəkisi daha çoxdur və bunlar etil spirtimiz həll oldu. Amil spirtimiz həll olmadı. Butil spirtimiz də həll olmadı. Biz bugün nəyi müşahidə elədik? Doğrudan da spirtlərin molekul çəkisi artdıqca onların suda həll olması pisləşir. Və burada bizim indikatorumuz var. İndikatorumuzun spirtə təsirinə baxaq, görək ki, indikator spirtə necə təsir edir. Misal üçün bizim burada etil spirtimiz var. Etil spirtinin məhluluna biz bunu əlavə eləsək, bunun rəngi necə dəyişir? Gəlin baxaq. Baxaq görək. Dəyişdi rəngi? Xeyr, dəyişmədi. Deməli, indikatorlara spirtlər təsir etmir. Amma misal üçün adi suyun məhluluna salsaq, biz görəcəyik ki, su neytral mühit olduğuna görə, baxın, neytral mühit əslində 7-dir. 7-də necə olur? Baxın, bu forma rəngi alınır. Baxın, bu dəyişəcək rəngi. Yaşılımtıl rəng alır. Gördünüz? Dəyişdirməli. Biraz azca yaşılımtıl rəng alır. Gördünüz? Yaşılımtıl rəng alır. Aha, bu da belə. Bunu da burada müşahidə elədik. Bugün biz sizlə spirtlərə aid, qoymuş bir atomlu spirtlərə aid təcrübələr apardıq. Nə öyrəndik? Spirtlər həqiqətən də yanıcıdır. Spirtlərin suda həll olması molekul çəkisi artdıqca pisləşir. Bunları biz gördük. Və dedik ki, spirtlərin məhlulu indikatorun rəngini dəyişir. Bu qədər.